ilk Mart'ın 10'unda tamam olur. Yani 7 gündür bir dakika. Çünkü biz öten günlerde de çekildik. Onun tələbələri, həmkarları. Ağın hamımız baxarsınız. Ayın axırına kimi olar. Biraz sonra olar. Yani orada da öyle sözlərimizi demişik. Sənətkar haqqında. Tarixi kolej 105 ildə Üzeyir bəy koleji yaradı. Onun ruhu var burada. Tələbələr buraya gələndə o qədər tanınmırlar. Ancaq yavaş-yavaş o ruh dilə gətirir ki, SSR Xalq Artisti Qara Qarayev demək. Saymanım, doktor SSR Xalq Artisti. Sultan Atıbəy, Fikrət Əmirov, Sayman Müslüm Maqamayətlə, Arif Məlikov, Tofiq Quliyev, Sərbi Saymanım, tanım. İlk önce kolejin rehberinin yanında
müziği, ressamlığı, baletiği ve bütün medeniyetle bağlı bütün sahelerde Azerbaycan dünya medeniyeti sırasında ünlü rol oynayan devletlerden bir kapılardan biri. Bugün dertte Amerika'nın gördüğünü, diğer ülkeleri gördüğünü dikkatle baksan, onların bir folklor da yok. Baksan desen ki 200-300 yıllarda sizin bir milli bir aletiniz var mı? Hiçbir milli aletleri, milli irfatçılık senesine bağlı bir sahneleri yok. Ama Azerbaycan halkı çok hoşgörü kaldı ki bizim medeniyetimiz bu tür bir şey.
Çox hörmətli Nazim müəllim və tələbələr, müəllimlər. Mən çox şadam ki, mən də bugün buradayam. Canəli müəllim haqqında qısada da olsa bir neçə fikrini bildirmək istəyirəm. Buraya elə bir gözəl məbəddir, elə bir gözəl məkandır ki, həqiqətən də çox gözəl ifaları ilə bizi həmişə sevindirir. Martın 10-da biz Canəli müəllimin doğum günündə fəxri xiyabanında iştirak elədik. Həmin günü onun tələbələrinə olan çox sevindim, hətta Babək gəlmişdi, Sahib gəlmişdi. Onlar orada, onların da öz tələbələri gəldilər. Möhtəşəm çıxış elədilər, Canəli müəllimin ruhunu şad elədilər. Canəli müəllim elə bir insan olub ki, o sağlığında ilə öz heykəlini qoydu, prezidentimiz tərəfindən şərəf, şöhrət. Ömrünün sonuna qədər çox hörmətli. Mən ondan dəfələrlə ünsiyyətli olmuşam ki, çünki mən baş redaktor olduğum Cazı jurnalda dəfələrlə ondan müsahibələr almışdım. Milli Mədəniyyət Mərkəzində və çalışdığı İncəsənət Universitetində, kafedrada mən ondan dəfələrlə görüşmüşəm və özünün də orada öz ifalarını şəxsən dinləmişəm. Canəli müəllim heç bir vaxt yaddan çıxmayan bir sənətkarımızdır. Canəli müəllim hələ bundan sonra da qoyub getdiyi Qızıl Fondda muğamları, onun ifaları, yetişən gənclər var burada, hansı ki, onlar muğam şövqlə burada oxudular. Onların da təsəvvür edin ki, Canəli müəllimin hər oxuduğu mahnılardan bir xal onların yadlarında qalırsa, o gün Babək özə çıxış eləməli dedi ki, Karifey sənətkarımız mənə xırdalıqlarına qədər öyrəcək bütün muğamları və biz ona ömrümüzün axırına qədər borcluyuz, çünki onun çörəyini yedik. Ruhu şad olsun Canəli müəllim. Mən çox vaxtınızı almaq istəmirəm, biraz da həyecanlıyam sizlərin qarşısında çıxış eləməkdən. Nazim müəllim, mən sizə təşəkkür edirəm ki, siz belə bir qısa müddətdə tələbələrin və dərslərinin vaxtını almışıq. Belə gözəl şərait yaratmışsınız. Canəli müəllimin ruhunu bir daha şad eləmişsiniz. Buna görə sizə böyük təşəkkürlər düşür. Neçə ki, siz burada direktorsunuz, mən bilirəm ki, siz böyük tədbirlər keçirmişsiniz. İkisində, üçüsündə mən də iştirak eləmişəm. Yəni ki, bu sizin özünüzün, bu sənətkarlara verdiyiniz dəyər qiymətdir ki, bax, biz də bu günlər onun şahidiyik. Təşəkkür edirəm sizə, var olasınız.
Ben onunla ilgili bizim bu gözlem sahnelerinde Hakan Bey, Çağrı Bey'in şahsen talebesi oluşunca selamını gösterdiler. Neçə oldu? 8 il və onun ifa tərzində, okul tərzində də Çağrı Bey'in ifasını gördük. Ben onu da belirledim ki, musiki medeniyetimiz, musikimiz bir ideolojiyadır. Bu Azerbaycançılık ideolojisidir. Bu dünya Azerbaycanlıların bir ideolojisidir. Ona göre bu işte sizlere buradan arzu eden ne kadar onun hukuku var, ne kadar siz Azerbaycan musiki medeniyetinin, Muğam medeniyetini inşaat edebileceksiniz. Bu işte sizlerin teşekkürleriyle her zaman Azerbaycan musikisi medeniyetinin peşinde yanır. Ben orada bilmiyorum. Allah rahmet eylesin. Ben şahsen dostu olacağım. Canene ekranın Azerbaycan musiki medeniyetinin inşaatında, Muğam medeniyetinin inşaatının keşfinde eden insanlar. Tələbələrə, hamısına yenə də Şənadə Əşqarovun ailəsi adından təşəkkür edirik. Şənadə Əşqarov özü vaxtında bu müqəddəs ocaqda təhsil almışdır və uzun illərdir bu məktəbin müəllimi olmuşdur. Nazim müəllim sizinlə rəhbərliyi elədiyi dövrdə də Nazim müəllim burada təqribən 10 il işləmişdir. Və Nazim müəllim həmişə muğamın ifasında, muğamın bütünlüyünə həmişə diqqət edilmişdir və heç bir notuna da xəlal gətirməmişdir və necə üstadlarında öyrənmişdir, tələbələrində də elə öyrətmişdir və təhsil vermişdir. İndi vaxtınızı çoxalmıram, Nazim bəy Əşqarov elə bir sənətkardır ki, onun adı çəkiləndə onun haqqında hamı məlumatlıdır, təsəvvürlüdür. Yenə də hamıza təşəkkür edirəm və Azərbaycan televiziyasında onun mədəniyyət qırağının əməkdaşlarına da təşəkkür edirəm ki, gəliblər bugünkü verilişi və değişim qaldıracaqlar. Yəqin ki, xəbərlər proqramında bu haqda məlumat verəcəklər. Çox sağ olun. Hamınıza təşəkkür edirəm. Geçen hafta gelecek Muğam Merkezi'nde siz dediniz ve biz de dedik ki sizsiniz. Borcumuzdu sanattan. Bir dakika. Ama öyle bir mülkümüzün aslında bağrımız birbirine güzel okuyurlar. Cevaplar
olmasa da tələbələr iştirak edirdi, işlərdi. Allah rəhmət eləsin, ruhu şad olsun. Bizim belə tədbirdə Bəstəkərlər il boyu 50-100 belə tədbirimiz olur. Təkcə Harmoniyada, Muham mərkəzində, Spektor teatrında, üçüdə bir tədbirdə mən sabah da bizim tədbirimiz var, ali uşaqlardır. Mən bir şey deyirəm ki, səhnədə yetişir uşaqlar. Ona görə çalışır, görürsünüz, birinci kurs sentyabrda qəbul olub vaxtlar səhnədədir. Bunları indidən yuxarı kursları, bunlar da keçən